Gəlin sizə Norveç ləvəngisi göstərim. Bunu hər məkanda vermirlər. İçi bildiyimiz ləvəngi içliyidir. Özü isə Norveç sularından gətirilmiş qızıl balıq. Üzərinə nar şərab əlavə eləyib yeyəndə adam sanki bir anlıq Norveçə dəyib qayıdır. Kosmik ləzzəti var. Sən Bakıda belə şey görməmisən. Bax bu şəkildə iceberg və kartofla servis olunur. Qiyməti 19 manatdır. Bura Ares pubdur. Bu məkanın 55 manatlıq rus seti çox məşhurdur. Deməli bu setə Belarus istehsalı ət və kalbasa çeşidləri, silyotka və şprotun kanapeləri, skumbriyası, qara və qırmızı ikrası, soyutma kartofu, yumurtası, karey sayağı kökü və digərləri daxildir. Məhsullar çox keyfiyyətlidir. Təsəvvür eləyin ki, setdə kilosu 26 manata olan valyo kərə yağından istifadə olunur. Dostlarımızın obyektidir deyə dəqiq bilirəm. Hinduşka aşiqi mikrorayon uşağı Sahil deyir ki, bu indiyə qədər gördüyüm ən sərfəli və doyumlu rus setidir. Bu set rahat 4-5 nəfərə bəs eləyər. 5 dost adama 11 manata bu seti götürə bilər. Dünya bütün dilləri bir yana, mal dili bir yana. Burada qəşəng sarımsaqlı mal dili də verirlər. Bir porsiyada 6 dənə olur, qiyməti 10 manatdır. Bavariya sayağı bişirilmiş bu bülbül əti də çox ləzzətlidir. Dadı damağımızda qaldı. Bir porsiyada 3 ədəd olur, qiyməti 15 manatdır. Aresdə canlı musiqi və canlı futbol şərhləri olur. Qəşəng salonları və kabinetləri var. Bu videonu yeyib içən dostlara göndərin və deyin ki, oturmağa yer məsələsi həll olundu.